Popcorn quluşutil. El arasında popcorn kimi tanıdığımız bu quluşutildən partlayış səsləri gələn sistemin adı turbo anti-lag sistemdir. Nəyə lazımdır bu? Turbinli mühərriklərdə turbo işlənmiş qazların enerjisindən fırlanır. Amma ayağı bu qazdan çəkəndə işlənmiş qazların axını azalır və turbonun sürəti də azalır. Ondan sonra yenidən qaza basanda turbo gərək əvvəlki sürətinə gəlib çatsın. Həmin o əvvəlki sürətinə gəlib çatana kimi olan fərq ki var, ona turbo yama deyilir. Avtosportda isə saniyənin müəyyən hissələri belə nəticədə çox böyük fərq verə bilir. Bunu aradan qaldırmaq üçün həmən turbo anti-lag sistemini yaradıblar. Bu sistem necə işləyir? Mühərriyin 4-cü taktında xaric olan qazlarla bərabər əlavə benzin də püskürülür. Həmən benzin artıq silindirdə yox, kollektorun içərisinə düşür və orada isti metaldan alışma baş verir, partlayış baş verir. Və o partlayışlardan da güclü enerji ayrılır. Həmən enerji turbini yenidən fırlatmağa başlayır. Və növbəti dəfə qaza basanda artıq turbin öz sürətində olur və qaza ani reaksiya verir. Buna görə də biz orada partlayışlar eşidirik. Həmən o benzin kollektorun içərisində alışır, partlayır. Bəzi hallarda hətta quluşutildən alov da çıxa bilir. Mənfi cəhəti də odur ki, əgər avtomobil buna hesablanmayıbsa, hər hansısa bir softla bu əlavə olunub, kollektorda və turbində çox yüksək temperatur baş verir. 900.000 dərəcə. Turbinin ömrü müəyyən müddətdən sonra azala bilər. Amma Azərbaycan reallığında isə bu heç də turbo yamanı aradan qaldırmaq üçün yox, əlavə diqqət cəlb etmək üçün istifadə olunur.